Salam dostlar. Mən indi kənddəyəm. Burada indi yaşıllıqların içində oturmuşam. Burada bir dənə buzov var. Çox balacadır. Tükləri də yumşaqdır. Onun tüklərini sığalladım, elədim və çox qəşəng idi buzov. Bir də burada bir dənə quş var. Adı şarampipikdir. O ilk dəfədə o quşu görürdüm. Deməli başının arxasında şey var, saç kimi şey var. Onu belə açır, bağlayır. Yəni o açılanda o bilirəm ki, əsəbləşir də. Hər əsəbləşəndə hansısa quşa başının dalındakını açır, yenə bağlayır.